avtobus sürücülərinə qarşı davranışları görmüşük də bəzi hallarda. Azərbaycanlılarımızın dediklərimiz xoşuna gəlməyəcək. Alman sərnişinlərin mədəniyyəti həddindən artıq üstündür. Çox adam düşünür ki, Azərbaycanda mən avtobus sürücüsüyəm, gəlib burada Almaniyada sürücü işləyərəm. Bu belə deyil. Almaniyaya gəldinsə, dili bilirsənsə, bil ki, açar sənin əlindədir. Bu avtobus da harda qaldı? Elə Azərbaycanla Almaniyasının nə fərq oldu? Ancaq elə gecikir orada da. Siz Azərbaycanlısınız? Vay! Hə, siz də Azərbaycanlısınız. Nə gözəl, nə gözəl. Sağ olasınız, çox sağ olun. Azərbaycanla tanışdınız. Şikayətlənə deyinə gəlirdim demək ki. Bu bir zarafat idi, təbii ki. Salam mənim dəyərli Xəyallarımın Ardınca verilişimin daimi və sevimli izləyiciləri. Xəyallarımın Ardınca verilişimin növbəti buraxılışında xatırlayırsınızsa taksi ilə bağlı video çəkmişdik. Bu səfər avtobus nəqliyyatı ilə bağlı bu işə necə düzəlmək olar, bu işdə necə uğur əldə eləmək olar, bu haqda bizim dəyərli soydaşımız, bizim dəyərli dostumuz Elmir qardaşımız danışacaq. Uzun illərdir bu işdədir. Doğrudan da həm işinin dərinliklərini bilən, gözəl Almancası ən üst səviyyədə danışır, həqiqətən çox böyük bir sevindirici haldır. Xatırlayırsınızsa bir neçə dəfə bununla bağlı mən videolarımda açıqlama vermişdim ki, Almaniyada və Avropada insanlar istəmir üzləri düşsün. Onlar istəmədiyi müddət ərzində siz onları çəkib göstərə bilməzsiniz. Ona görə də biz elə Elmir qardaşla qərara gəldik ki, ən yaxşısı bax belə boş olsun, avtobus və rahat-rahat biz də çəkilişlərimizi eləyək. Salamlar, xoş günün olsun. Ümumiyyətlə, Elmir qardaş özü də sosial şəbəkələrdə aktivdir. İzləyənlər xatırlayır yəqin ki, Almaniyada avtobus sürücülüyü ilə bağlı özü də çox gözəl, maarifləndirici bir video çəkmişdi. Qəşəng də Lori dildə desə baxış gəlmişdi. Belə, bu gün də mən də istədim gələk bu Elmir qardaşımıza gözəl bir çəkiliş eləyək. Hə dostlar, demək Elmir qardaşla bir yerdəyik. Vaxt çox azdır. Bunun qardaşın burada bir 3-4 dəqiqəlik fasiləsi var və o fasilədən yararlanıb istədiyi intervyumuzu eləyək. Vaxt itirmədən suallara keçək. İlk öncə bir günün necə keçir? Səhərdən axşama qədər sükan arxasında olmaq adamı bezdirir, yoxsa öyrəşirsən? İlk öncə bu peşəyə başlayanda biraz həyəcanlı olursan deyə bir balaca çətinliklərin olur. İstər-istəmə həyəcanlanırsan, çünki ömrü boyu belə avtobus sürməmsən. Ona görə biraz həyəcanlı olur, amma zaman keçdikcə işə o qədər bağlanırsan ki, o qədər gözəl gəlir ki sənə. İndi sən hal-hazırda mənlə bir-iki dəfə getdik, gəldik. Özün də gördün ki, sərnişinlərlə necə münasibət qururam, necə danışıram onlarla. Həqiqətən də çox sevindirici bir işdir. Yəni günün xoş olur. Əgər işini sevə-sevə edirsənsə, işinə sevə-sevə yanaşırsansa, heç bir çətinlik olmur. Sənin üçün daha da gözəl olur bu iş. Əlbəttə. Növbəti sualımız, ən çətin tərəfi nədir bu işin? Yol, saatlar, yoxsa sərnişinlər? Deyərdim ki, üçü də. Yol da, saatlar da, sərnişinlər də. Yol belədir ki, bəzən tıxaslara rast gəlirsən. Çünki sən Almaniyada, Azərbaycanda bilməm necədir. Çünki Azərbaycanda avtobus sürücüsü olmamışam. Almaniyada belədir ki, insanları vaxtında ünvana çatdırmalısan. Ona görə də mən sənə bayaqlarını göstərdim. Svetoforların açılışı, bəzi hallarda yolların tıxaçları bir balaca sənə çətinlik yaradır, amma çox yox. Deyərdim ki, çox yaratmır. Sərnişinlərdə də olur ki, məsələn, hər şeyə diqqət eləmək lazımdır. Çünki adi bir əyləcə, biraz sərt əyləcə bastığında başlayırlar sərnişinlər sənə irad bildirməyə, narahatçılıq göstərirlər. Ondan əlavə deyərdim ki, üçünü də götürərdim də. Yəni birini götürüb deməzdim ki, bu bundan üstündür. Üçü də bir-birini elə ki, təmizləyir. Yəni bir sözlə Alman dəqiqliyi mütləq. Bəli, mütləqdir. Burada dəqiqəsi ilə, saniyəsi ilə çatdırmalısan. Nə tez yerə bilərsən, nə gec yerə bilərsən. Nə gözəl. Növbəti sualımız, Alman sərnişini ilə bizimkilər arasında böyük fərq nədir? Biraz açıq danışaq. Açıq danışaq deyəndə bəlkə də indi mən biraz bizim Azərbaycanlılarımızın dediklərimiz xoşuna gəlməyəcək. Amma bunu məcburam ki, deyim, reallığı deyim ki, Alman sərnişinlərin mədəniyyəti həddindən artıq üstündür. Sənə o qədər dəyər verirlər ki, işindən ona görə zövq alırsan. Mən orada işləməmişəm, amma indi uşaqlığımız, gəncliyimiz orada keçib deyə avtobus sürücülərinə qarşı davranışları görmüşük də bəzi hallarda. Amma burada həddindən artıq çox yüksəkdir. Mən ona görə də vurğulayıram ki, burada işləyirsən, bu avtobus sürücüsü işlədiyin zaman sərnişinlərin sənə qoyduğu hörməti özündə
belə Hiss edirsən. mükafatlandırırsan. Bəli. Ona görə də daha gözəl Dəyərli olur. hesab edirsən. Dəyərli hesab edirsən. Növbəti sualda bu işə başlamaq üçün nə lazımdır? Hər gələn sürə bilir, yoxsa ciddi prosedurlar, təhsil, Ausbildung? Buyur. Bəli. Bax mən sosial şəbəkələrdə bir dəfə video paylaşdım. Bəli. Çox mənə suallar orada verdilər. Yaxşı ki elə bunu çəkirsən, bəlkə də bu sualların cavablarını burada görəcəklər. Çox adam düşünür ki, Azərbaycanda mən avtobus sürücüsüyəm, gəlib burada Almaniyada sürücü işləyirəm. Bu belə deyil. Birinci növbədə burada alman dilini öyrənmək lazımdır. Ən aşağı səviyyəsi, yəni B1 səviyyəsini öyrənməlisən ki, müştərilərlə ünsiyyət qurursan. Ondan əlavə də ki, burada imtahan verirsən. Biz müştərilər deyirik. Ona farq asdı, hə. Sərnişinlərlə ünsiyyət qurursan, sərnişinlər səndən bir şey soruşanda sən məcbursan onlara cavab verməli, informasiya verməlisən. Ondan əlavə də ki, sənin imtahanın alman dilindədir. O imtahanı alman dilində verirsən. Sənin almancan yoxdursa bu mümkün deyil. Yəni bura gəlib oxumaq üçün, yəni burada işləmək üçün yalnız və yalnız Ausbildungla gəlmək olur. Yəni mənim sürücülük vəsiqəm var, gəlin burada alman sürücülük vəsiqəsinə dəyişim, bu mümkün deyil. Ola bilər mümkün necə olsun? Sən gəlib burada Ausbildung elə, səndə kateqoriya varsa, onu burada dəyişdirmək istənsə, ola bilər ki, şirkət o xərcləri üzərinə götürüb. Çünki az deyil, 14.000 euro dövlət pul ödəyir bu pravanı, yəni sürücülük vəsiqəsini oxumaq üçün Ausbildungu. Ona görə Ausbildungla məsləhət görərdim ki, dil səviyyəsi olmaqla, yəni alman dili mütləq şəkildə olmalıdır. Yəni mütləq şəkildə olmasa bu mümkün deyil. Almaniyaya gəldinsə, dili bilirsənsə, bil ki, açar sənin əlindədir. Ondan sonra qapıları açmaq sənin əlindədir. İstənilən sayının qapısını açmaq olur, bəli. Keçirik Azərbaycanlılar, millətimiz üçün, xalqımız üçün maraqlı olan tərəflərdən biri pul məsələsi. Bu işlə Almaniyada normal dolanmaq olur, yoxsa sadəcə keçinmək üçündür? Mən sizə deyim ki, normal dolanmaq olur. Bu işə başladığımda, əgər sıfırdan başlayırsansa, mən açıq danışacağam, yəni reallığı danışacağam. Ən azı 1 saatına 17 euro 50 sent pul alırsan, ən azı. İlkin başlanğıc. İlkin başlanğıc, yəni təcrübə olmadan. Ondan sonra o qalxır 20-21, ondan sonra əlavə sənə bonuslar gəlir, həftə sonu və yaxud məsələn bu günlərim görsən ki, mən 2 smen işləyirəm. Həm səhər işlədim, həm axşam işlədim, pauzalar. Ortada mənim pauzam var. Ona görə mənə 25% də bonus verirlər. Həftə sonu işləyəndə məsələn 50% bonus verirlər. Ondan sonra bayram günləri işləyəndə 2 qat pul alırsan, o bonuslar, yəni onları hesablayanda gəlir 22-23 euronun üzərinə çıxır saatına. Yəni bir ayda da ki, ortaq desək, yəni ən az maaş alsan 2500-2800 arası maaş ala bilirsən. Normaldır. Yəni yaşamaq olar bunda Almaniyada. Azərbaycanda avtobus sürmək çətindir, yoxsa Almaniyada? Təbii ki, mən bilirəm sənin Bilirsiniz necə, bu sualı mənə çox veriblər əslində. Əvvəllər çətin idi Azərbaycanda. Mən sürücü olmamışam orada, amma həmişə bu peşəyə biraz marağım olub deyə baxırdım da belə. Əvvəllər çətin idi. İndi Azərbaycanda xüsusi yollar ayrılıb avtobuslar üçün, bir balaca onların işləri asanlaşıb. Həm də başqa sürücülərin avtobuslar sürücülərinə qarşı çox belə nətər deyirəm, belə kobud davranışlarını görmüşəm orada. Amma burada inansız yolda nəqliyyat vasitələri sənə o qədər hörmət eləyir ki, baxırsan zevq alırsan ki, yəni nə yaxşı ki mən bu peşəni seçmişəm. Yandırdın, pavorotniki vurdun, indi Azərbaycanda da bilmirəm, ona görə belə. Vurdun, yola çıxdın, avtomatik olaraq sənə yol verirlər. Hər tərəfdə, məsələn, dairəyə girirsənsə sənə yol verirlər. Hər tərəfdə sənə hörmət edirlər. Çünki bu peşəyə üstünlük verirlər ki, mən səndən 2 dəqiqə sonra gedib çata bilərəm, amma sən orada 50 nəfər, 100 nəfər insanları vaxtında ünvanına çatdırmalısan. Ona görə də ki, düşünürəm ki, Almaniyada daha asandır. Belə deyə də, Alman sərnişinlər empati qurmağı bacarır və sənin yerindən düşünür ki, o məsuliyyət daşıyır, stresli ola bilər və anlayış göstərir. Nə gözəl. Başqa bir suala alırıq. Azərbaycanda oturub Almaniyada hamı rahat yaşayır deyənlər var. Sizcə bu işi bir həftə bacararmı burada, yoxsa? Əgər disiplinli həyat yaşasalar gəlib burada, disiplinli həyat odur ki, məsələn, hər şey yerində olmalıdır. İndi Şamxal bəy, siz də burada yaşayırsınız, bilirsiniz ki, disiplinli həyat deyəndə nəyi nəzərdə tuturam. Disiplin olmasa yaşaya bilməzlər, eləyə bilməzlər. Amma disiplinli gəlib burada yaşasalar, hər şeyi vaxtında, terminlər, nə bilim, başqa şeylər, bunları disiplinli eləsələr, bəli, bacararlar. Bacarmayan insan yoxdur. Təbii ki, hər bir şey insan üçündür. Sən Almaniyada avtobus sürürsən deyəndə
insanlar nədir, əşyasan işdir deyənlər var, yoxsa yəni Çoxları biraz şey biraz yanaşır. aşağı düşünürlər ki, avtobus sürücüsü Bəli, falan. çoxları biraz deyir ki, getdin Almaniyaya, iş tapmadın özünə, avtobus sürücüsü, amma bilin ki, Almaniyada mən hal-hazırda şəhərin ştatla işçisi olduğum üçün bir növ siz məmur kimi sayılırsınız, dövlət qulluqçusu sayılırsınız. Amma bu hər yerdə elə deyil. Çünki elə özəl şirkətlər var, bir də var ki, dövlətin özünün sürücüləri var ki, sən ondan burada çox üstünlük verir. Mən çox rastlaşıram Azərbaycanda elə ki, getdin iş tapmadın özünə, amma bilmirlər ki, ən gözəl işdə işləyirəm, ən rahat işdə. Ona görə də tövsiyə edirəm ki, bu peşəni seçin. Həqiqətən də peşman olmayacaqsınız peşəni seçdikdə. Nə gözəl, çox gözəl fikirlər səsləndirdin. Vaxtı almayım, son olaraq izləyicilərimə son bir sözünü deyərdin, buyur. Öz peşəmlə bağlı deyərdim ki, əgər istəyirsinizsə burada gəlib Almaniyada mənim kimi sürücü işləməyi, mütləq şəkildə gedin alman dilini öyrənin. Bu çətin bir şey deyil. 6 ay ərzində mən öyrənmişəm alman dilini. B1 səviyyəsini öyrənmişəm. Gedin, öyrənin, gəlin burada işləyin. İnanın ki, peşman olmayacaqsınız. Sonra sənə də təşəkkür edirəm ki, gəldin bu günlərin məndən belə bir gözəl münasibət qurdun, məndən müsahibə aldın. Çox şad oldum səni tanışdığına. Sənin izləyicilərinə də ki, buradan çox təşəkkürümü bildirirəm ki, yəni onlar da bizim bu videonu izləyib bundan bir nəticə çıxaracaqlar. Təşəkkür edirəm Elmir qardaş. Doğrudan da sən çox gözəl həm danışıq qabiliyyətin var, səbrlə, təmkinlə hər şeyi açıqlamasını verirsən və bu bizim izləyicilərimiz üçün doğrudan da həm motivasiya, bu sahədə həm də bir maarifləndirici video olaraq çox gözəl bir materialdır. Təşəkkür edirəm sənə vaxt ayırdın. Buyurun. Bununla bağlı bir məlumat verə bilərsən Elmir qardaş? Demək, buradakı bu displeylə sən hər şeyi idarə edirsən də. Demək olar, həm bilet satırsan, həm yol haqqında məlumatın olur, həm sənin gecikmənlə bağlı məlumatın olur, həm yolun xəritəsini sənə göstərir. Yəni, hər şey burada mümkündür. Məsələn, bu belə bastım bura, indi göstərəcəm sənə. Bəzi hallarda sürdüyün zaman göstərmir ki, yəni şey eləməyəsən. Bilet sata bilirsən buradan, buradan yolu görə bilirsən, buradan xəritəni görürsən, buradan sənin gecikməni göstərir. Hansı vaxtda, hansı astanovkada olmalısan, bunların hamısını sənə göstərir. Hamısını ardıcılıqla göstərir. Onlarla əlavə, məsəl üçün, avtobus dayandığı zaman, bu Azərbaycanda yoxdur deyərdim ki, avtobus yenir özü ki, yəni insanların sərbəst şəkildə bura daxil olması mümkün olsun. Bu qədər, yəni funksiyalar belədir. Yəni çox belə böyük şeyləri yoxdur. Demək, bir şey diqqətinizə çatdırım. Demək, burada avtobusda belə bir funksiya var. Bu əlillərlə bağlı, bayaq onu demişdim. İndi bizim Elmir qardaş gəlib göstərəcək. Görürsünüz, yerdə bax belə görürsünüz, ağ xətt var. Ağ xətti siz nə üçün nəzərdə tutulub? Nə üçün? Bu onun üçün nəzərdə tutulub ki, gözdən əlil insanlar gəlirlər, əllərindəki adını bilmirəm, çubuqdur ya. Onu belə fırada gəldilər, tükürəcək gəlməni mən sayılır. Gəlir, biz məcburuq ki, avtobusu tam burada saxlayaq. Yəni, buradakı yerə vuranda çubuğu bilir ki, avtobusun qabaq qapısı buradadır. Buradan üçün avtobusa daxil olur. Yəni, bunu dövlət onlar üçün yaradıb ki, rahat olsun. Ondan əlavə də ki, avtobusun içində səslənir, bütün dayanacaqların adları deyilir. Bu da onlar üçün daha rahat olur. Burada düyməyə basırsan, düyməyə bastı, indi açıqdır qapı deyə, ona görə basılmır. Basan kimi, mən bilirəm ki, hansısa bir əlil arabayla avtobusa binmək istəyir. Göstərim, O zaman nə edirik? Bax, görürsünüz, üzərində də əlil arabasının işarəsi var. Yəni, buna O basırlar. zaman nə edirik? Şəhər basırıq. Buradan astığımız zaman 350 kiloya qədər yükü götürüb, əlil arabası daxil olur içəri. Daxil olduqdan sonra bunlar üçün xüsusi yer ayrılır. Yəni, ikinci bir arabanı biz icazə vermirik. Çünki bir araba üçün nəzərdə tutulur. Sən iki araba götürərsənsə, yolda bir hadisə baş verərsə, bunun üçün cavabdehliyi sən daşıyırsan. Ona görə o hadisələr baş verməsin deyə bir araba götürürsən. Götürdükdən sonra görürsünüz, burada avtobusa mindikdən sonra kəmərlə bağlayır özünü ki, yəni tam təhlükəsiz olsun. Belə, yəni bu avtobus üçün, əlillər üçün nəzərdə tutulub, uşaq kolyaskası üçün nəzərdə tutulub. Bir də ki, Almaniyada
başqa görürsünüz ki, əllərində əlil arabaları var ki, onlar üçün dəstək olur onu yerimək üçün. Onlar üçün də burada xüsusi yer ayrılıbdır ki, gəlsinlər burada rahat otursunlar, arabalarını əllərinə tutsunlar. Nə gözəl. Belə. Çox gözəl və ətraflı məlumatdır həqiqətən də. Çox sağ ol, təşəkkür Valla mən edirəm. şad oldum. Yəni Çox. şad oldum ki, siz gəlib bunu işıqlandırırsınız, insanlara Mütləq. maarifləndirirsiniz ki, necə Əlbəttə. etmək lazımdır Almaniyada. Hətta Azərbaycanla Almaniyanı müqayisə edirsiniz. Yəni sevindirici bir haldır ki, siz bunları Əlbəttə. lentə alırsınız, insanlara Borcumuzdur. göstərirsiniz. Siz də çox sağ olun ki, vaxt ayırırsınız. Təşəkkür edirik. Oradan ətraflı məlumat verdiniz. Həqiqətən ümidvaram ki, izləyicilər üçün də xoş olacaq. Təşəkkür edirik bir daha. Minnətdarıq, çox sağ olun. Belə dəyərli dostlar, xəyallarımın ardınca verilişimin daha bir növbəti buraxılışının sonuna gəldik. Ümidvaram ki, xoşunuza gəldi. Sizlər üçün gözəl və maarifləndirici bir video oldu. Almaniyaya gəlib bu sahədə işləmək istəyən dostlarımız üçün mən elə başladığım ki, kifayət qədər maraqlı bir proqram oldu. Belə minnətdarıq sizlərə, təşəkkür edirik izlədiyiniz üçün. YouTube kanalıma abunə olun, TikTok səhifəmizə, Instagram səhifəmizə abunə olun. Çoxlu şərhlər yazın, paylaşın. Digər dostlarımızın da xəbəri olsun. Öpürəm sizlərə, təşəkkür edirəm izlədiyiniz üçün. Xəyallarımın ardınca verilişimin növbəti buraxılışında görüşmək ümidi ilə hələlik deyirəm, sağ olun.